iyulun 1-dən etibarən qohum nikahı rəsmi olaraq qadağan olunur. Ancaq bu məsələ haqqında hələ də birmənalı fikir yoxdur. Bəziləri dövlətin belə mövzulara müdaxiləsini əsassız hesab edir. Qohum nikahlarının ölkədə ənənəyə çevrildiyini, yeni qanunun effektiv olmayacağını bildirirlər. Düşünülür ki, belə evliliklər qeyri-rəsmi də olsa mövcudluğunu davam etdirəcək. Bundan sonra proseslər necə olacaq? Qanun effekt verəcəkmi? Globalifo azad danışan sosiolog Yusif Nəbiyev bildirib ki, gec də olsa Azərbaycanın bu istiqamətdə atdığı addım yerindədir. Deyə qadağalar təkcə genetik xəstəliklərin qarşısını almaq məqsədi daşımır, həm də cəmiyyətin bioloji müxtəlifliyinin qorunmasına xidmət edir. Ona görə də bu sadəcə fərdi şəxsi seçimi sayıla bilməz. Çünki fəsadlarını yalnız bir insan deyil, gələcək nəsillər çəkir. Nikah iki nəfərin şəxsi məsələsi olmaqdan daha çox cəmiyyət qarşısında bağlanmış müqavilədir. Ancaq nəzərə almaq lazımdır ki, bu cür qadağalar bəzi ənənə tərəfdarlarının müqaviməti ilə rastlaşacaq. Qohum evlilikləri bir çox ailələr üçün yalnız bir nikah deyil, həm də ailə sərvətini yadlara ötürməmək üçün düşünülmüş strategiyadır. Sosioloq deyib ki, rəsmi nikah olmadan birlikdə yaşayan cütlüklər müxtəlif hüquqi və sosial risklərlə üz-üzə qalacaqlar. Azadların hüquqi statusu, miras məsələləri, valideyn məsuliyyəti və boşanma vaxtı əmlakın bölüşdürülməsi kimi məsələlərdə ciddi problemlər yaranacaq. Ümumiyyətlə, qərar müsbət olsa da yalnız qanunun mövcudluğu yetərli deyil. Paralel şəkildə maarifləndirmə işləri aparılmasa, dini liderlər, el ağsaqqalları proseslərə cəlb edilməsə, bu nikahlar gizli şəkildə davam edəcək və gerçək dəyişiklik baş verməyəcək.